Sazlı sözlü bölgemizin en güzel diyarlarından olan Gardabani Belediyəsindəki Balıq Evi Ailəvi İstirahət Mərkəzi iyun ayının 22-sində ilk dəfə Aşıqlar konserti təşkil edir. Konsert proqramında Gürcüstanda Aşıq məktəbinin yaradıcılarından olan Xan Kamandarın, Hüseyn Saraçlının, Dədə Əmrahın, Nurəddin Qasımlının, eləcə də əslən Gardabani Bələdiyyəsindən olan tanınmış ustadlarımız Aşıq Alxan Qarayazılı, Aşıq Aslan və Aşıq Bilalın xatirələri yad ediləcək. Konsert çərçivəsində sevilən sənətkarlarımız Aşıq Həvəskar, Aşıq Elşad, Aşıq Kamandar Lətifoğlu, Aşıq Samir, Aşıq Əfqan, Aşıq Samir Qoçulu, Pərviz Aslanoğlu və muğam ustası Aris Hüseynov sizlərlə olacaq. Möhtəşəm bayram ab-havasında baş tutacaq konsertdə siz də iştirak edərək aşıqlarımızın solo və birgə xorla ifalarından zövq ala bilərsiniz. Xüsusilə ata-analarımızı, nənə-babalarımızı öz keçmiş xatirələrinə qaytaracaq bu günü öz valideynlərinizə ərmağan edərək Aşıqlar konsertində bizlərlə olun. Hər kəsi 22 iyun saat 19:00-da Balıq Evi Ailəvi İstirahət Mərkəzində gözləyirik. Ətraflı məlumat üçün 598 00 90 00 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.